Filmlərdə bəzən qəhrəmanlar səyahətə çıxırlar. Bu səyahətin onlara nə gətirəcəyi, hansı çətinliklərlə üzləşəcəyi naməlumdur. Ancaq klassik dramaturgiyada tamaşaçını potensial təhlükədən duyuq salmaq üçün maraqlı bir metod var. Həmin metodu qəhrəmanın alternativ taleyi və ya alternativ faktoru adlandırırlar. Bu dəfə Azərbaycan kinosundan nümunələrlə həmin metodun necə istifadə edildiyinə nəzər salacağıq. Bu video Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə çəkilir. 7 oğul istərəm atlıların kəndə gəlişi ilə başlayır. Onların ilk qarşılaşdığı adam isə havalı Kələntər olur. Ancaq Kələntərlə qarşılaşma təsadüfi deyil. O, asılmış adamın yanında 7 oğlun qarşısına çıxır. 7 oğul peykanlıya girməmişdən öldürülmüş adamın meyidi onlar və tamaşaçı üçün vizual xəbərdarlıq rolunu oynayır. Kələntər bu hadisəni kimin törətdiyini deməklə əsas düşmənin kim olduğunu verballaşdırır. Qəbirdə xort deyib çıxırlar. Akı səni göndərən kimdir? Gərək bəy. Bu yazığın günahı nədir? Bu rəhmətlik də Çalpaba Kərəmin adamlarından. Qoça olan. Dünən kənddə bir atışma idi. Gəl görəsən. Qan su yerinə axırdı. Allah söz olmaz. Tamaşaçı isə bu andan etibarən anlayır ki, əgər peykanlıda bu 7 oğul məğlub olsa, onların da başına eyni hadisə gələcək. Bu, tamaşaçının beyninə əkilmiş şübhə toxumudur və son ana qədər həmin sonun, ölümün gerçəkləşib-gerçəkləşməyəcəyi tamaşaçı üçün əsas suallardan biri, hətta birincisi kimi qalmağa davam edir. Axırıncı aşırımda əsas təhlükə göstərilməsə də, dialoq vasitəsilə çatdırılır. Təhlükənin səsləndirilməsindən əvvəl gərgin atmosfer yaradılır ki, çatdırılacaq xəbərin vacibliyi aşkar olsun. Təhlükənin özü barədə isə Qəmlo xəbər verir. Qəmlonun hövülnak halını görən Kərbəlayı ona boşuna cinə şeytana oxşayırsan demir. Bugün sabah qəbrimizin üstündə Yasin oxuyacaqlar. Məşəd Cəmili göndərdilər o dünyaya. Kimi? Məşəd Cəmili? Bəli. Bu, ölümü görmüş və yaxından duymuş adamın qorxusudur. Qəmlo da öz növbəsində həmin qorxunu Kərbəlayıya ötürür. Onun Məşədi Cəmil haqqında dedikləri Kərbəlayı İsmayılın potensial taleyidir. Əgər o vaxtında davranmasa, düzgün qərarlar verə bilməsə, taleyi məhz Məşədi Cəmil kimi olacaq. Onu da o biri dünyaya göndərəcəklər. Tamaşaçıya da bu səhnə ilə Kərbəlayı İsmayılın əsas mübarizəsi göstərilir. Görəsən o qolçomaqlara qarşı Sovetlərin apardığı mübarizədə sağ qala biləcəkmi? O getdiyim Kərbəla haqqı, onların kökünü kəsərəm. Hələ səbr elə görək. O, qalxoz-malxoz oyununun axırı necə qutaracaq? Şərqli çörəkdə qəhrəman uşaq olduğu üçün hadisələr tamam ayrı formada çatdırılır. Ay babam, bu vedre kimindir? Kimindir ha? Andıra kalsın, vedre de sizde.
100 dəfə demişəm bu quyunun ağzını açıq qoymayın. Bəyəm mən bilmirəm, onun vedrəsidir də. Elə gözü məni görür. Mənim üstümə qışqırmaqdansa get öz uşaqlarına göz ol. Ay səni görürsən sən Allah. Başı ora niyə soxmursan? Yer tapmadın oynamağa. Ay səni. Sabunlamaq lazımdır. Bu deyil mənim vedrəmi götürən. Niyə belə edirsən ay bala? Burada Vaqifin potensial taleyi yox, ümumi xalqın ehtimal olunan aqibəti göstərilir. Uşaqlar öz aralarında oynarkən qaçaraq gələnin verdiyi xəbər onları həyəcanlandırır və qaçmağa başlayırlar. Bu, şəhərdə əsirlərin yürüşünə aid xəbərdir. Uşaqlar sevinclə hadisə yerinə tələssələr də, əsirlərin pərişanlığı və məyusluğu onların əhvalını dəyişir. Burada yaxın planlarla uşaqların emosional dəyişiklikləri açılır. Glaubst du, die geben unseren zu essen, wenn sie selbst nichts haben? Vaqif və onun dostlarına ölkəmiz müharibədə məğlub olarsa, insanlarımızın başına bu gələ bilər göstərilir. Bu, Vaqifin şəxsi mübarizəsini dolayı yolla mənalandırır. O əvvəlcə öz nəfsinə qalib gəlməli, həyatda sağ qalmağı bacarmalı və sonda çörəyi dostları ilə bölüşməlidir. Təsadüfi deyil ki, film qələbə ilə bitir. Bir cənub şəhərində hadisələr çox gec açılır. Buna nə olub görəsən? Aşnam heç evdən bayıra çıxmaq istəmir. Mumla. Hala deyəsən qardaşın düz deyir axı. Mən bu loranların kişiliyinə inanmıram. Ağabala bəyəm loranlıdır? Laf göbeyindən mən bu tümbətünlərin arasında elə kişi görməmişəm. Dünən yenə oradaydım. Bax uşaqlar. Gəlin pivə için. Açılış səhnəsindən etibarən bizə qəhrəmanlar yox, onların yaşadıkları mühit çatdırılır. Bu mühitin öz qayda qanunları var və qəhrəmanlar da həmin qaydalara uyğun davranmalıdırlar. Əks halda başlarına hər cür təhlükə gələ bilər. Əxlaqi normalara uyğun davranmayan Səfərəli məhz bu səbəbdən Ağabala tərəfindən təqib edilir və öldürülür. Bu səhnə həm sonrakı hadisələr üçün istiqamət verir, həm də potensial aqibəti göstərir. Yaxın gəlmə deyirəm. Hara qaçırsan? Cəmaat bizə baxır. Ayıbdır. Sən öləsən. Yaxın gəlmə deyirəm. Yaxın gəlmə. Ala izlər. Yaxın gəlmə deyirəm. Bir cənub şəhərində qaydalara uyğun yaşamayanın ehtimal olunan aqibəti məhz budur. Elə buna görə də Murad və Tofiq arasındakı konflikt mahiyyətcə Səfərəli və Ağabala konfliktinin davamı və alternatividir. Vur! Vur beni! Yort! Öldür beni! Ne durmuşsan? Kimi gözləyirsən? Yort! 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 Yort deyirəm! Sarı Gəlin filmində qəhrəmanın alternativ taleyi ötəri göstərilir. Bu cüvəllağı lap boğaza yığınmalı. Bunu bir başa salan yoxdur. Hirslənmə, hirslənmə. Görürsən, can atır vuruşmaq istəyir. Götür apar. Sən onu döyüşə göndərməyəcəksən ki.
Mətbəxdə münasib bir iş verərsən qurtardı getdi. Amma görə ök kapotu. Ancaq bu uğurlu bir obrazdır və simvolik məna da daşıyır. Sadölöv Qədir təkidlə müharibəyə yollanmaq istəyir. O hətta hərbi hissəyə qəbul edildiyi üçün sevinir və bunu dilə gətirir. Qədirin öz sevincini dilə gətirdiyi anlarda görüntü olaraq yol kənarında kəsilən qoyun göstərilir. Onun içalatı çıxarılır və yoldan ötən maşına qoyulur. Bu maşın təsadüfi maşın deyil, məhz Qədiri müharibəyə aparan maşındır. Dialoqdan məlum olur ki, qoyunu kəsən şəxs bunu müharibədəki əsgərlər üçün qurban kimi kəsir. Qurban və Qədir eyni maşında cəbhəyə yollanırlar. Yeri gəlmişkən Qədir, orada uşaqların yanında məni rüsva eləmə. Nə tapşırıq versələr, canla, başla yerinə yetirginə. Bildin? Nədir, səsin çıxmır? Burada göstərilənləri iki cür qavramaq mümkündür. Müharibəyə gedən Qədir də qurbana çevrilə bilər. Onu ölüm qucaqlayar. Ya da müharibə hər kəsə bəla gətirdiyi üçün ona yaxınlaşan hər kəs qurbandır. Bu iki yozumdan hansının daha doğru olduğu isə artıq tamaşaçının ixtiyarındadır. Bilmirəm nə idi bu. Çin çıxmış yuxu idi, ya əfsanəyə dönmüş əhvalat. Amma bir şeyə əminəm ki, bütün bunlar dünyada hamının başına gələ bilər. Elə buna görə də xahiş edirəm. Əgər nə zamansa sarı gəlin sizə rast gəlsə, onun kimliyini soruşmayın. Küçədə addımlayan əsgərlər də, asılan adam da, kəsilən qurbanda filmlərdəki dramaturji xəttin inkişafına kömək edir. İstər sözlü, istər isə vizual olaraq deyilənlər və göstərilənlər şuuraltına göndərilən təhlükə xəbərdarlığı funksiyasını yerinə yetirir. Qəhrəmanın uğursuzluğu ehtimalı bu cür xəbərdarlıqla daha da kəskinləşir. Ölüm sanki bir addımda yaxınlaşır. Ssenarinizi yazarkən bu cür verbal və vizual xəbərdarlığı mütləq əlavə edin ki, qəhrəmanın gələcəyindən hər kəs nigaran olsun.